Salam hörmətli izləyicilər, 7 may 1945-ci il Fransanın Reims şəhəri. Burada Almaniyanın kapitulyasiya aktı, təslim olma aktı imzalanırdı. Bilirsiniz ki, Almaniya 2-ci Dünya müharibəsində məğlub olmuşdu. Bu sənədi Almaniya tərəfindən deməli general polkovnik Alfred Yodu imzaladı və beləliklə də Avropa sevinc içində idi, bütün dünya sevinc içində idi. Artıq 2-ci Dünya müharibəsi başa çatmışdı. Sənədə əsasən 8 maydan etibarən saat 20:01-dən etibarən hər iki tərəf silahları yerə qoyur və beləliklə də 2-ci Dünya müharibəsi Almaniyanın təslim olma aktı ilə deməli başa çatır. Lakin burada sevinç içində olmalarına baxmayaraq Moskvada gərgin vəziyyət yaranmışdı. Stalin əsəbləşmişdi. Stalin bu kapitulyasiya aktı ilə razılaşmırdı. O deyirdi ki, kapitulyasiya aktı Almaniyada bağlanmalıdır. Reyxin məğlub olduğu yerdə bağlanmalıdır. Və beləliklə də çətin durumda qalan tərəflər beləliklə də 8 mayda Almaniyada həmin kapitulyasiya aktını ikinci dəfə imzalamağa məcbur olurlar. SSR tərəfdən deməli Marşal Jukov, Almaniya tərəfdən isə Keitel başda olmaqla, Feldmarşal Keitel başda olmaqla ikinci dəfə kapitulyasiya aktı imzalanır. Beləliklə də Avropada deməli qələbə bayramı 8 mayda keçirildiyi halda SSR-də və Ümumi Respublikalarda 9 mayda keçirilir. Beləliklə bir müharibə, 2 kapitulyasiya aktı və 2 qələbə günü kimi bu müharibə tarixə düşdü. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.